Dutar Parsça tərcümə qılğanda iki torluq, çalğı əsbabı deyən mənanı bildirirdi. Dutar çeliş bəxt sənayətinin ayrılmaz qismidir. Adətdə dutarның uzunluğu 1150-1200 mm və amud şəklində olub kelidir. Dutarның 13-17 tal məcburi tomur pərdisi və 2 ta torları var. Avazının orlanışı boyunca tövəngə qarab xromatikалық, yuqarı qarab diatonikалық. Avazı qattiq emas, yumşaq, ahangı ega. Dutarni xalqlar arasındakı çalğıçılar naxışlarda, muqamlarda icra qılıdı. Dutar əsbabı Türkiye xalqlarının milli əsbabı bolğanlıqdan hər Türkiye millətinin oynaş texnikası hər türlük. Məsələn, Uyğur millətini alsaq, dutarni ular faqat bir yaq tartib oynasa, Pakistan milleti, Tacik milleti, Türkmen milleti dutarның tağlarını iki yaq tartib çaldı. Əndi dutarның tarixi keladigan bolsaq, dutar təxminən 15-ci əsrdə çobanlar arasında payda bolğan. Dəsləb dutar torları hayvanatlarının içəklərindən yasalğan. Keyinrək Uluq İpək yolunu boylab soda sediqinin rivajlanışığı bağlıq tağlarını ipək jipini oraş arqalıq yasıdı. Zamanıvi dutarlarda ipək jipinin ornuğa tağ olundu. Zamanıvi dutar icraçılarının biri Uyğur sazəndisi Abdurrahim Heyitdir.